Salam əziz izləyicilər, necəsiz? Hər birinizi salamlayıram, hər birinizə xeyirli, bərəkətli bir gün arzuluyuram. Yeni bir vloguma xoş gəlmisiniz, xoş izləmələr. Bəyəndisə bəyənməyi və abunə olmağı unutmayın. Şərhlərdə də sizi maraqlandıran sualları yaza bilərsiniz. İşığı yandırın. Oy, sındırmıştım. Buranda belə toyuqlar qazır. Qazır. Özlərini quma bastırırlar orada. Bunu da götürüm. Bir götürə bilsəm. Evdə yumurta var deyə daha evə aparmıram elə. Qoyuram qalsın burada həyətdə. Lazım olduqca götürərəm. İstəyirəm gedim biber əkim. Burada belə biber, bir də biberdir. Hə, bu da badımcan. Bu neçə gündür qonşumuz verib, amma havanı bir türlü vermirdi ki, mən bunu əkim. Bunu da götürmüşəm. Görüm çəkə bilsəm sizlər üçün çəkərəm. Neçə gündür dayanmadan yağış yağırdı deyə bağa girmək olmurdu. İndi görüm girmək olursa əkərəm. Baxın, güllər. Yollanaq bağa. Gedirik qonşudan xiyar almağa. Bugün hava o qədər günəşli, o qədər gözəldir ki. Hardasa burada bülbül oxuyur. Güllərin gözəlliyinə baxın bir. Bu isə köhnə evdir. Tut. Xiyar havası olmadı, çünki xiyar yox idi. Qayıdırıq evə. Toxumların səpim burada, bu burada da çıxsın. Bir daha hamınızı salamlayıram qızlar. Bu iki vlogdu birləşdirmişəm.
Burada iclasa getmişdik. Ümumi məktəb iclası idi. İclasdan qayıtdıq. Daha heç bir şey çəkə bilmədim. Çünki artıq bağda sezonudur, ev işləri falan. Yəni çəkiliş etmək həqiqətən də əvvəllər asan gəlirdi, amma indi görürəm ki, çəkiliş etmək həqiqətən də çətindir. Yəni həm işini görmək, həm çəkiliş etmək, yəni vaxt aparır. Ona görə bacardığım qədər çəkirəm. Bu növbəti gündür uşaqlarla, yəni məktəb müəlliməsi, uşaqlar, valideynlər gəzməyə getmişdik. İlk öncə fikrimiz Xanbulan yox, Baba Bulağı. Baba Bulağına getməyi planlaşdırmışdıq, amma getdik orada elə bil qapalı yerlərdə oturacaq idi. Orada çəkmişəm də. Yəni böyük yerlər artıq tutulmuşdu. Biz də 30 nəfərdən çox olduğumuza görə dedilər ki, yer eləyə bilmərik. Biz də daha qalmadıq. Çünki Lənkəranda elə yerlər çoxdur, gəzməli yerlər. Elə həmin ərazilərdə bir neçə belə başqa gəzməli yerlər də var. Və yollandıq, yenə də doluşduq avtobusa, yollandıq. Elə oradan biraz qabaqda Rüdəkənar var, Lənkəranlılar bilər. Yollandıq ora. Orada yer var idi. Çox gözəl mənzərəsi olan, belə dağlar, ətrafı dağlar olan, çay olan belə gözəl bir yer idi. Əslində bura daha yaxşı idi. Çünki uşaqlar top falan götürmüşlər, həm oynamağa, həm əyləncə yerləri vardı. Orada pulla olanlar da var idi, amma onlar hələ açılmamışdı. Sezonu olmadığına görə indən belə artıq açılış, yəni onlar da açılarlar. Belə təbiəti çox gözəldir. Quşlar ətrafda nəğmə oxuyur, cəhcəh vurur. Çox sakit bir yerdir, ailəvi və ya məktəblə gəlməyə, kollektivlə gəlməyə çox gözəl bir yerdir. Təbiətin qoynunda elə, yəni qapalı yeri yoxdur, bağlı yeri. Elə təbiətin qoynundaca otururlar. İnsanın elə bil sanki ruhu dincəlir orada. Aşağıda da çay var, çay axır. Görüm çəkə bilirəm. Təbiəti çox gözəldir. Mən də düşdüm, biraz ətrafı falan çayı çəkdim. Uşaqlar çəkilişlərini elədi, valideynlər, şəkillər falan çəkdi. Hələ masamız hazırlanırdı, yeməklərimiz. Ona görə də biz düşdük belə təbiətin qoynuna çəkilişlər etməyə. Burada artıq yeməyimizi yemişdik. Simavar çayı gətirdilər. Elə bizim önümüzə qoydular, bizim masamıza. Mən də valideynlərdən birinə dedim ki, bəs süzməyi sən süz stəkanlara, mən isə çəkim, çəkilişimi edim. Yəni ancaq mənim işim çəkiliş etmək idi. Daha çox sağ olsun, çayları o süzdü, mən isə belə çəkilişlər elədim. Yeməyimizi yedik, çayımızı içdik. Müəllimə tortu almışdı şirniyyat olaraq. Elə onu da birazdan kəsərlər. Uşaqlar çox əyləndi əsasən də. Müəllimələri ilə oyunlar oynadılar, öz aralarında oynadılar. Top götürmüşdülər, amma ora çatdı, top da partladı. Biraz uşaqlar futbol oynadılar, oğlanlar, həmən o top da partladı. Amma yenə də çox əyləncəli bir gün idi. Çayı da içdik. İstədim, gedim özümə marujna alım. Gördüm, hamı marujna yeyir. Mən də dedim, həm özümə, həm qızlarıma alım. Yollananda marujna, yəni satılan yerə gördüm, belə bir gözəl yer var. Dedim, elə buranı da çəkim. Çox belə qəşəng körpü salmışdılar. Dedim, buranı da çəkim sizlərə. Əslində bu yerləri biz gedəndə də təmizləyirdilər. Yəni sezon başlayır artıq. Ona görə rəngləmə işləri, təmizlik işləri görülürdü. Yəni biraz baxımsız indi görünür. Amma bununla belə artıq təmizləyib falan hər bir şey edirlər və çox gözəl görünür. Mən marujnamı da aldım.
Qayıtdım, gördüm ki artıq yığışırlar. Dedilər ki, artıq gedirik və yer yığışımızı etdik. Yollandıq evimizə. Burada da yolda gedərkən müəllimə uşaqlarla mahnılar oxuyurdular. Yəni çox əyləncəli keçdi yolumuzda. Əslində çox da uzaq bir yol değildi, amma yenə də çox maraqlı keçdi. Əyləncəli bir gün idi. İstər bizlər üçün, istər uşaqlar üçün. Yəni bir araya gəlmək çox gözəl bir şeydir. Düzdür, hər kəs ailəsi ilə falan gedir, gəzir, amma birlikdə, kollektivlə gedib gəzmək tam başqa olur. Ona görə də çox gözəl bir gün idi. Günümüz çox xoş və əyləncəli keçdi. İstədim ki, bunu vloqlayım, həm sizlər üçün, həm də özüm üçün burada yaddaşda saxlayım. Əgər bəyəndinizsə, bəyən butonuna basın və kanala abunə olun. Həm mənə, həm kanalıma dəstək olmuş olarsınız. Sağ olun, növbəti vloqlarda görüşənədək hələlik.